ilə İmam Həsən əleyhissalamdan soruşurlar ki, niyə bizdə bu qədər məğlubiyyət baş verir? Deyir, sadəlövhlük. Sadəlövhlük əslində yaxşı şeydir. Təvazökarlıq çox yaxşı şeydir. Sadəlik yaxşı idi, amma sadəlövhlük yox. Bəli. Məsələn, Allah təkəbbürün ibadətini qəbul eləməyəcək. Nə qədər də ibadət eləsə, təvazökarın kiçik ibadətin böyük eləyəcək. Amma da sadəlik və sadəlövhlük ki, gələ insanın elə dini məsələlərin onun nəzərində, yəni məsələn də lap belə biraz açıq ibarətlə də bir sadəlik ki, gətirəcək İmam Əli ilə Muaviyyəni bərabər hesab eləyəcək, ya İmam Həsənlə Muaviyyəni, ya İmam Hüseynlə Yezidi bərabər hesab eləyəcək. O əslində sadəlikdir, o məsuliyyətsizlikdir və o cəhalətdir, korluqdur. Sən necə günəşi götürüb adi bir lampa işığı ilə, heç lampa işığı da yox, bir dənə zülmətlə, işığı sönmüş, bir dənə lampa, qədim fanarlar yadındadır da acı, nöğütlə işləyirdi, neftlə, biz nöğüt deyirdik, indi də nöğüt deyirik. Yanırdı səhərə qədər, durub görürdün ki, sönüb, axırda nöğütü qutarıb, o piltə özü yanıb, bütün o şüşəni qapqara qaraldıb. Ona işıq da, o vaxt o işıq saçmır axı. Biz deyəndə günəşi adi xırda bir fanarla müqayisə eləyəndə, bu müqayisə özü də düzgün deyil. Niyə? Çünki fanarın özündə bir otağı ya 1-2 kvadrat metrəni işıqlandırmaq qabiliyyəti var. Amma o his basmış, ondan sonra sönüb yanmış bir fanarla müqayisə eləmək olar ki, günəşi durasan sən bir dənə fanarla, bir dənə lampa ilə müqayisə eləyəsən, hətta yanmır da, sönüb, özdə hissəyib, qaraldıb hər tərəfi. Onunla müqayisə eləməyə bənzəyir. Məsələn,